vaxtınız xeyir olsun. Yurd FM-in dəyərli və sevimli dinləyicilər. Hər birinizi xoş eşidirik, belə deyim. Çünki birazdan sonra sizin mesajlarınızı da səsləndirəcəm sevə-sevə. Qeyd edim ki, Şəfa Yurdunu həftədə 2 dəfə, 2-ci və 4-cü günlər saat 3-dən 4-ə qədər 1 saat ərzində dinləyə bilərsiniz. Bugün balaca bebələrdən danışacağıq, amma istəyirəm ki, bugün əlamətlər bir günü xatırladım və öz təbriklərimi çatdırım. Belə ki, hər il iyunun 17-si Ümumilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Elə bütün tibb işçilərini təbrik edirəm. Nə yaxşı ki, siz varsınız. Doğrudan da özümüzün və doğmalarımızda hər hansı bir şikayətlər olan kimi mütləq şəkildə sizin qəbulunuza düşürük və şikayətlərimizə də sizin əsasınızda belə deyim ki, şəfa tapırıq. Elə bax, bugünkü həkimimiz kimi inanıram ki, çox yaxşı bir saat ərzində bizi maarifləndirəcək və də sizin suallarınızı da mütləq şəkildə səsləndirəcəm. Bugünkü qonağım uşaq reanimasiya həkimi Müşfiq Ramazanovdur. Xoş gəlmisiniz, doktor. Xoş gördük, Türkan xanım. Necəsiz? Necə istəyirsiniz sözünüzü? Sağ olun, təşəkkür edirəm. İlk növbədə yaxşı olasınız. Peşəniz çox diqqətimi çəkdi. Çünki ilk dəfədir ki, mənim bir qonağım uşaq reanimasiya həkimidir. Necə oldu ki, bax buna maraq yarandı və ümumiyyətlə Azərbaycanda bu sahəyə nə qədər maraq var? Təəssüf olsun ki, Azərbaycanda kifayət qədər maraq var sözünü rahatlıqla deyə bilmirəm. Bəli. Məsələn, biz qardaş Türkiyədə 2005-ci ildən etibarən yan-dal ixtisası ortaya çıxıb, yəni pediatriyanın qolları, belə deyək. Bunlardan biri də uşaq reanimasiyasıdır. Amma təsəvvür edin, Türkiyə kimi 80 milyonluq ölkədə belə ki, ora gələn, köç edənləri də saysaq 100 milyonluq bir ölkədə cəmi 80-100 arası uşaq reanimatoloq ixtisası alan həkim var. Olduqca azdır. Çox azdır. Və hal-hazırda da mən yaxınlarda təhsil aldığım ocağa bir baş çəkmək üçün getdim 2 il sonra. Yəni dərd yanırdılar ki, bu ixtisasa gələn yoxdur. Çünki ixtisas olduqca ağırdır. Çətin olduğu kimi doktor görəsən. Bəli. Yəni maddi olaraq qarşılığını ala bilmirsiniz təəssüf ki, o ağırlığın qarşısında. Amma məsələ maddiyyat deyil. Biz ən ağır xəstələrdən çalışırıq. Onların valideynləri ilə üz-üzə oluruq. Yəni siz bir poliklinikada səhərdən axşama 20 uşaqla üzbəüz qalırsınız. Onların valideynlərinin suallarına cavab verirsiniz. Saat 5-də çıxıb evinizə gedirsiniz. Amma reanimasiyada bir ağır xəstənin bütün nəsil şəcərəsi ilə o xəstə orada vəfat edəcək və ya qalacaq bilmirsiniz. Daim üz-üzəsiz. Bunun gətirdiyi əlavə bir gərginlik var. Bəli, psixoloji olaraq çox güclü olmaq lazımdır, düşünürəm. Və 7-24 şəxsən mən o rejimdə çalışıram. Telefon açıq olmalıdır. Bəli. Yəni mən gecə 3-də 4-də də evimdən çıxıb kilometrlərlə uzağa yuxulu, məsələn maşınla xəstə ardınca getdiyim olur burada, yəni Bakıda. Və ya nə bilim növbətçi həkimin zəng vurum nəsə soruşduğu bir şeylər olur və siz 7-24 ayıq olmalısınız. Sizin rahat lüksunuz yoxdur. Ölkə xaricinə uzun müddətli tətilə gedə bilmirsiniz. Getsəz belə dənizə girmirsiniz ki, telefona zəng gələr, cavab verə bilmərəm. Yəni bu belə bir həyatdır. Belə bir həyat tərzidir. Buna yəni aydın məsələdir ki, hər kəs də sevə-sevə bu həyat tərzinə razı olmaz. Yəni indi mən nəsən deyirəm, Türkiyədə 80-100 arası belə ixtisaslı həkim var. Azərbaycanda neçə dənə desəz, bir əlin barmağını keçmir təəssüf ki. O qədər azdır. O qədər azdır. Söhbət təbii ki, bunun dediyim kimi ölkə xaricində təhsilini almış, o məktəbi keçmiş insanlardan söhbət gedir. Bəs Azərbaycanda uşaq reanimatoloqu yoxdurmu? Yəni ixtisas olaraq var təbii ki və onların əziyyətinə isə danmırıq. Onlar bugünə qədər çalışıblar, vuruşublar, yəni yüzlərlə, minlərlə uşaq həyatı xilas ediblər. Amma onlar özləri də bildirirlər ki, yəni biz bir çox mövzuda yetərsiz qalırıq bəzən. İmkanı olanlar, yəni bugünə qədər təəssüf belə olub, ölkə xaricinə aparıblar. Bugünə qədər deməyim, yəni son 5-10 ilə qədər. Ölkə xaricinə apara bilən aparıb, apara bilməyən də burada bacardığı qədər, yəni övladına xidmət göstərə bilib. Amma günü bugün belə istər regionlarda, istər Bakı şəhərində bəzən çox gülünc səbəblərdən xəstə itirilə bilir. Yəni təəssüf ki, bunu da deməliyik. Bu artıq bir ixtisas həkiminin və ya bu ixtisasda çalışanların nə qədər sayısının az olduğunu və ya yetişdirilməyə ehtiyacı olduğunun bir göstəricisidir. İstər təbib, istər Səhiyyə Nazirliyi bu mövzuda üzərinə düşəni etməyə çalışır. Amma təəssüf ki, biz ölkə xaricindəki kimi, yəni inkişaf etmiş tibbi sistemi olan ölkələr qədər o sürətlə irəliləyə bilmirik. Çünki bizdə o məktəb hələ qurulmayıb, formalaşmayıb. En azından inkişaf var. Amma inkişaf var. Təbii ki, yəni xətt üzü yuxarıdır. Bəli. Onu rahatlıqla deyə bilirik. Üzü yuxarı olduğu üçün də ümidimiz hər zaman ən yüksəklərdədir və mən də düşünürəm ki, bu da vacib məqamlardan biridir. Mənə maraqlıdır, valideyn uşağında nəyi hiss eləməlidir ki, düşünsün ki, vəziyyət kritikdir və bunu birbaşa sizə yönləndirilməlidir? Adətən biz belə görürük də,
valideyn ya zəng vurur, ya mesaj yazır ki, uşaq xəstələnib. Adi bir xəstə. Bu adi bir xəstə. Valideyn yəni hiss eləyir ki, bu uşağın huşu başı üstündədir, deyir, gülür, danışır yeri gələndə və ya biraz əzgindir. Kritik xəstədə valideynlərin dediyi bir söz olur. Bu uşaq həmin uşaq deyil. Yəni nə olur? Ya uşağın bir rəng dəyişikliyi olur, ya həddən artıq süst olur, ya şuuru gedir, ayıldır, oyanmır və məsəl üçün deyək ciddi bir qanaxması olur. Yəni deyir ki, tualetə getdi, üzr istəyirəm, böyük bayıra getdi. Nəcisində qan görmək. Kifayət qədər qan gəldi və məsəl üçün. İndi nəcisdə qan görmək o an üçün bəlkə xəstənin durumunun kritik olduğunu göstərmir. Sağlam olun. Amma kifayət qədər miqdarda qan olanda, deyək ki, xəstənin təzyiqini salacaq qədər bir qanaxma varsa, valideyn deyir ki, bu uşaq halı dəyişdi. Mənə bilirsiniz, doktor, nə maraqlıdır. Biraz da səbirsizlənirəm, çünki mövzu uşaqlar olduqca insan istəmir ki, uşaqlara nəsə olsun. Bu genetikdirmi? Yəni birdən-birə məsələn deyək ki, misal üçün uşaq dünəni günü divandan yıxıldı və həmin gün bilmirəm, nəsə ola bilər ki, daxilində bir dəyişiklik oldu. Səhərsi gün ana bunu hiss elədi. Kritik vəziyyətlər anadan gəlmə və yaxud da hamiləlik dövründə heç nə bilinmirmi? Yoxsa aktiv hər hansı bir gərginlikdən gedir söhbət? Məsələn, yıxılma nəticəsində alınan travmadır, yoxsa nə bilim, və yaxud da başqa bir səbəblər? Biz indi xəstəlikləri əgər iki yerə bölsək ki, genetik əsasdan yaranan xəstəliklər var və ya sporadik dediyimiz sonradan hər hansı bir səbəbdən yaranan xəstəliklər var. Genetik xəstəliklərin bəziləri, məsələn deyək ki, metabolik xəstəliklər var, bir sürü. Bunların bəziləri doğulanda bir şey vermir, yəni əlamət vermir. Bəziləri ana südü ilə ilk təmasda biruzə verir özünü. Bəziləri əlavə qidaya keçəndə, nə bilim, işte, qidanın tərkibindəki protein miqdarı dəyişəndə biruzə verir özünü. Və bu zəncir halqası qırıldığı üçün, deyək ki, məsələn, xəstənin müəyyən amin turşu proteinlərə qarşı orqanizmdə kimyəvi reaksiya davam edə bilmədiyi üçün onlar parçalana bilmir. Orqanizmdə yığılır, hər hansısa bir metabolik xəstəliyin nəticəsi ortaya çıxır. Bu təbii ki, bəlli bir zaman alır və ana bəhtində bu üzə çıxmayacaqdır. Və üzə çıxdığı zaman uşaq reanimasiyalı olur. Yəni o günə qədər əlamətlər bilinmirdi, amma həmin gün uşaq aylarla yığılmış bir metabolik belə deyək də bir pozuntu ilə qarşınıza gəlir. Bunu deyə bilərik ki, bu genetik bir səbəbdən oldu. Amma təbii ki, reanimasiyada yatan uşaqların və ya kritik xəstə dediyimiz xəstələrin içində hamısı genetik xəstələr olmur. Hətta mən sizə bəlkə rəsmi statistika deyə bilmərəm, amma indiyə qədər ən azından Azərbaycanda gördüyüm reanimasiyada yatan xəstələrin 20-30%-ni keçməz. Genetik səbəblərdən dolayı reanimasiyada yatan xəstələr 20-30%-i keçməz. Əksəriyyəti nə olur? Dediyiniz kimi, travma almış xəstələr olur, onkoloji xəstələr və onların ağırlaşmaları və ya müalicələri dönəmində yaranan ağırlaşmalar olur və ya ağciyər sistemi, yəni tənəffüs sisteminin ağır vəziyyətləri ilə xəstələr olur və ya hər hansı bir əməliyyat keçirib əməliyyatdan sonraki dönəm üçün izlənilən xəstələr olur. Amma bunların yanında həmçinin bizim sepsis dediyimiz el dilinə bir söz var, qanına mikrob düşdü. Yəni yayılmış, orqanizmin hər yerinə yayılmış infeksiyon vəziyyət. Biz buna sepsis deyirik tibbi dillə. Sepsis, ona bağlı septik şok, multiorqan çatışmazlığı. Bir də belə xəstələrimiz var. Bunların yəni əksəriyyəti, yəni yekunlaşdırsaq, yəni bu fikri genetik səbəblərdən olmur. Sporadik səbəblərdən olur daha çox. Son belə deyim, bax, dəqiq statistika eşitməsəm də olar, sadəcə marağımdan soruşuram. Son məsələn bir il ərzində ən çox hansı diaqnozla müraciət ediblər sizə? Daha çox tənəffüs sistemi xəstəlikləri olur, yəni pnevmoniyalar olur. Əgər desək ki, məsələn 100 xəstə yatıbsa reanimasiyaya, ilk sırada tənəffüs sisteminin xəstəlikləri olur. Yəni pnevmoniyalar, plevritlər, 100-ün 30-u bunlar olur. Geri qalan 20-25-i deyək ki, sepsis, septik şok xəstələri olur, sonra gəlir travmalar, onkoloji xəstəliklər, onların ağırlaşmaları belə-belə gedir. Bəzən uşaqlar, məsələn, uşaqlara duş qəbul elətdirirlər, daha sonra, məsələn, el arasında deyirəm də, biraz kobud şəkildə deyirəm, deyirlər ki, uşağa yaxşı baxmadı, yaş dəsmal başında qaldı, müəyyən problemlər yarandı və yaxud da buna görə pnevmoniya oldu və s. Bu nədən yaranır? Analar öz övladlarını necə qorusunlar ki, bax, bu pnevmoniyalar olmasın? Konkret pnevmoniya üzərindən geçsək, belə deyək də, ağciyər, yəni ağızdan alveolların, yəni ağciyərin ən son nöqtəsinə qədər tamamilə açıq bir sistemdir.
Niyə görə açıqdır? Nəfəs alırıq nəticə etibarilə və nəfəs aldığımız havanın tərkibində nə varsa, da ağciyərlərdə gedə biləcəyi ən son nöqtəyə qədər gedir. Biz yaradılış etibarilə elə bir orqanizmik ki, yəni burundan, ağızdan, ağciyər toxumasına gedib çatana qədər bir sürü müdafiə bariyerlərimiz var. Yəni burun tükləri olsun, burun daxilindəki isti, nəmli hava ortamı olsun, ağciyərlərə gələnə qədər bronxların üzərindəki kirpikli hüceyrələr olsun. Hansı ki, bunların hamısı daxil olan bakteriyaları, tozları geri qaytarmaq üçün orqanizmin müdafiə funksiyalarıdır və ya boğazımızda o şişəndə artıq ət dediyimiz balamcıqlar olsun. Bunların hamısı müdafiə qapılarıdır, bariyerlərdir. Bu bariyerlərdə hər hansı bir zədələnmə olarsa, bir funksionallıq itərsə, bu zaman orqanizmin tənəffüs yolu və ya tənəffüs orqanlarında xəstəliyin yaranması üçün münbit bir şərait ortaya çıxır. İndi gələk bu yaş dəsmal məsələsinə. Bu çimdim, soyuğa çıxdım və ya soyuq havada çox qaldım. Başını soyuğa verdi və başını soyuğa verdi, başını yudu, çıxdı o şey. Bunların hamısının əsasında, yəni belə deyək, fiziki təsirlərin nəticəsində yerli immunitetin aşağı düşüb düşməməyə rol oynayır. Yəni siz 100 dənə uşağın başını deyək ki, hamamda çimdikdən sonra açıq havada çölə çıxardın. Sizcə bunların neçəsi pnevmoniya olacaq? 100 də pnevmoniya olmayacaq bunların. Təbii ki. Bunların ola bilər ki, onu xəstələnsin, biri pnevmoniya olsun. Təqribi bir statistika deyirəm də sizə. Bu onu göstərir ki, yəni tək faktor bu deyil. Yəni kənar faktorlar müəyyən qədər rol oynayır, amma tam həll edici deyil. Əgər bir uşaq sırf başı yaş dəsmalla belə deyək, bayıra çıxdı və pnevmoniya olursa, yəni pnevmoniya ağır bir bu arada xəstəlikdir. Pnevmoniya olsa, demək ki, bu uşaqda başqa bir şeyləri araşdırmaq lazımdır. Niyə görə oldu məsəl üçün? Bəlkə bu uşaqda bir selektiv immunglobulin A əksikliyi var. Məsələn, bir sual işarəsi. Və ya bu uşaq öncədən bəlkə qripidir, o infeksiya yuxarı tənəffüs yolundan getdi, ağciyərə düşdü, oldu pnevmoniya. Bu tərəflərinə baxmaq lazımdır. Bunu ona görə demirəm ki, valideynlər uşaqların başını yaş dəsmalla çölə çıxarsınlar. Amma o tək burada yəni yönəlmək lazım. Bunun qədər, bura diqqət yetirdiyimiz qədər digər məsələlərə də diqqət yetirmək lazımdır. Bəzən mən bunu şeylərdə görürəm. Ana qaynanası ilə bərabər uşağını gətirəndə, yəni mən orada anaya sual verirəm, amma oradan qaynana dərhal müdaxilə edir. Bu deyir, uşağı çölə çıxartdı filan. Bunu təbii ki, işin biraz tərəfidir, şou tərəfidir. Amma yenə də bu məsələlərə diqqət yetirməklə bərabər uşağın sağlamlığında əcəba başqa nələr vardı, ona da diqqət yetirmək lazımdır. Biz həkim olaraq bu tərəfə daha çox meyillənirik. Yəni tibbi olaraq bəlkə bu uşaqda bir immun çatışmazlıq var idi. Yəni niyə görə bir uşaq belə bir səbəbdən pnevmoniya olsun ki? Bəli. Dəyərli dinləyicilər, xatırladım ki, siz 90.7 FM-də Yurd FM-də Şəfa Yurdunu dinləyirsiniz. Əgər danışdığımız mövzular üzrə hər hansı bir suallarınız varsa, o zaman 099 6 907 907 WhatsApp nömrəmizə mesaj formasında, yəni səs atmayaraq mesaj formasında yazın ki, mən də onu rahat şəkildə səsləndirim. Dəyərli dinləyicilər, hər birinizi bir daha 90.7 FM-də Yurd FM-də Şəfa Yurdundan salamlayırıq. Bugün balaca bəbələrin reanimasiya şöbəsinə nə zaman, hansı hallarda yerləşdirilməsindən danışırıq. Qonağımsa uşaq reanimasiya həkimi Müşfiq Ramazanovdur. Əgər sizin də hər hansı bir suallarınız varsa, o zaman 099 6 907 907 WhatsApp nömrəsinə yaza bilərsiniz. Mən də sevə-sevə səsləndirərəm. Elə buradan dəyərli həkimlərimizə də səslənmək istəyirəm. Əgər siz də Şəfa Yurdunda 90.7 FM-də Yurd FM-də bizim qonağımız olmaq istəyirsinizsə, elə siz də məhz 099 6 907 907 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Doktor, istəyirəm qaldığımız yerdən davam edək. Bayaqdan bax, bu reanimasiya şöbəsinin nə qədər ağır olduğundan danışırıq, amma həmçinin sizin də psixoloji durumunuz mənə çox maraqlıdır. Necə qoruyub saxlayırsınız bax bu sağlamlığı? Psixoloji durumu qorumaq çətin olur. Bəzən qoruya da bilmirik. Yəni açıq demək gərəkirsə, sadəcə müəyyən belə deyək də reanimasiya elə bir yerdir ki, bəzən boşluq olur. Yəni ağır xəstələrin olmadığı bir dönəm olur və ya şöbənin stabil qaldığı bir dönəm olur. O dönəmlərdə biz bəzən növbətçi həkimlərimizə xəstəni həvalə edib tapşırıqları verib biraz başımızı dinc saxlaya bilirik. Bu dönəmdə indi hər kəsin bir hobbisi var deyək də. Biri kitab oxuyur, biri sizdə nədir?
Ya sosial şəbəkədə gəzərik, ya nə bilim ailə ilə vaxt keçirərik, ya nə bilim yatmağa çalışarıq. Bəzən çünki yuxu belə böyük bir lüks ola bilir bizim üçün. Hə, elə bir zamanlar olur ki, məsələn ard-arda bir neçə gecə reanimasiyada gecələməli oluruq xəstələrdən ötürü. O dönəmlərdə yəni bizə sonrasında bir o qədər zaman lazım olur ki, özümüzə gələ bilək. Yəni həyat tərzimiz heç də həmişə stabil olmur təəssüf ki. Buna görə də məsəl üçün biz Türkiyədə təhsil alanda komanda şəklində çalışırdıq və komandada kifayət qədər peşəkar idi. Yəni bir bölüm şefi olurdu, ondan sonra 3 nəfər deyək ki, reanimatoloq olurdu. Onun altında da məsələn deyək ki, şöbəyə məsul həkimlər olurdu. Belə olanda iş bölgüsü olurdu və hər kəsin də istirahət zamanı olurdu. Amma Azərbaycan kimi bir yerdə dediyim kimi bu ixtisasda kifayət qədər mütəxəssisin olmamasını düşünsə, yəni bizim də bir o qədər istirahətimizə yetərli zaman ayırmağımız çox heyf ki, hər dəfə mümkün olmur. Məsələn, deyək ki, ölkə xaricində bir konferans falan varsa, bir günlük, 2 günlük, o qədər gedə bilirik. Yəni, məsələn, biz özəl müəssisədə çalışırıq. Dövlət müəssisəsində çalışan həkimlərin təəssüf ki, həmişə o qədər böyük imkanı olmur. Xüsusən şöbə müdürüdür, deyək ki. Amma özəl xəstəxanada bəzən nə edə bilərik? Məsələn, reanimasiya deyirik ki, digər bir özəl xəstəxana reanimasiya həkiminə deyirik ki, xəstə olsa yönləndirəcəm sizin xəstəxananıza. Məsələn, bu ara siz qəbul edin və sonra məsələn belə paylaşa bilərik bunu öz aramızda. Amma deyək ki, davamlı bir iş şəraitində, ölkə daxilindəsiz və gələn xəstəni geri qaytarma lüksunuz yoxdursa, çox da psixoloji olaraq sağlam qala bilmirsiniz təəssüf ki. Məhz bəlkə də bu səbəbdəndir ki, bu ixtisasın həkimləri 40-45 yaşı keçdikdən sonra bu ixtisasda qalmaq istəmirlər. Mən Türkiyədə çalışdığım məndən bir neçə yaş böyük bir ablamız vardı, Haticə abla. O artıq 40 yaşına çatıb və istefa elədi. Dözə bilmədi. Dedi, yəni biraz da xaricə getdi, gəzdi bir neçə ölkəni, Norveçə filan. Dönüb qayıtdı, dedi ki, mən həyat yaşamırmışam və istefa elədi. Adi pediatr kimi çalışır bu dəqiqə. Siz nə düşünürsünüz, doktor? Neçə ilimiz var? Hələ ki, dözürük. Yəni, bunun qərarını çünki verəsi olsam, yəqin ki, anidən verərəm. Bu belə bir planlama ilə veriləcək bir qərar deyil. Yəni gedə bildiyin yerə qədər gedirsən. Təbii ki, bizim yükümüz Türkiyədəki qədər ağır da deyil. Yəni bir 100 milyonluq ölkə ilə 10 milyonluq əhalisi olan ölkənin yükü də bir deyil. Və nəzərə alsaq ki, Azərbaycanda özəl müəssisələrə müraciət, dövlət müəssisələrinin müraciət qədər də geniş deyil deyə düşünsək, məncə bunu bir bəlkə 50-60-a qədər götürə bilərik. Bu yaxınlarda bir həkim kolleqamızla bir şeyimiz oldu, ünsiyyətimiz oldu. Deyir, bizim reanimasiya şöbəmizin həkiminin 75 illiyini qeyd elədik və səhəri gün işdən ayrıldı. Yəni demək ki, bu adam bu yaşa qədər dözə bilibmiş. Düşünürük ki, Azərbaycan şəraitində demək ki, bu yaşa qədər dözmək olur. Ehtimal ki, burada mən çox sevirəm bu psixoloji vəziyyətləri analiz eləməyi. Ona görə özüm üçün bu sualı soruşuram. Bilirsiniz, mənə görə uşaq həkim olmaq çox, yəni düşünə bilməyəcəyim qədər çox çətin bir sahədir. Çünki uşağın dili ağzı yoxdur. Yəni bilinmir niyə ağlayır. Uşaq heç nədən də ağlaya bilər. Ona görə bəlkə də valideynlərin müəyyən qədər narahatlığı, reaksiyaları, hər dəqiqə maraqlanmağı belə qarşı tərəfi biraz da olsun yora bilər. Nə qədər insan işini sevsə də. Biraz yox, bir xeyli yorur. Düzdür, valideyndən valideynə dəyişir bu. Hansı valideynlər yormur? Artıq 3-cü, 4-cü uşağı varsa, yəni 3-cü, 4-cü uşağını gətirirsə. Çünki belə şeylər təcrübə ilə, yəni bu biz də necə ki çox xəstə və xəstə yaxın ünsiyyətdə olduqca peşəkarlaşırıq. İstər xəstəyə münasibətdə və xəstə yaxınlığı olan münasibətdə. Valideyn də daha belə deyək də uşaq sayısı artdıqca o da təcrübələnir və artıq harda qorxub, harda qorxmamalı olduğunu, harda hansı sualı verməli olduğunu bilir. Yəni bu biraz təcrübəyə bağlı. Bir pediatr uşaq həkimi olmağın dezavantajı dediyiniz şeylərdir. Yəni valideynlərin bizi bəzən yersiz yerə yormağı, bəzən haqlı olaraq yormağı, amma nəticə olaraq yoruluruq. Bunun üstəsindən necə gəlirik? Əvvəlcə bu yorulmama məsələsini bir qırağa qoyub peşəkar həkim olmaq lazımdır. Dediyiniz kimi uşağın dili, ağzı olmur. Xüsusən 3 yaş, 2 yaş və ondan aşağı yaş qrupunda və təcrübəsi olan həkim əslində uşağı gördüyü zaman ən azından ağlında o 1000 diaqnozdan 4-ə 5-ə düşməyi bacarmalıdır. Yəni çıxdaş eləyərək ki, bu uşaqda nə ola bilər? Bəzən heç bir problem olmur.
və uşağın o an verdiyi reaksiyalar tamamilə fiziolojikdir və keçib gedəcək. Bununla ciddi bir xəstəliyə ayırd etməyi bacarmalıyıq. Xüsusilə yeni doğulmuş uşaqdır. Yəni uşağın yaşı nə qədər kiçikdirsə, norma ilə ölümcül vəziyyətin arasındakı sərhəd o qədər bir-birinə yaxın olur. Bəli. Yəni o qədər çətindir əslində hər şey müşahidə eləmək. Bəli. Ona görə ilk növbədə yəni bu yorulub yorulmama məsələsini kənara qoyub peşəkar həkim olmaq lazımdır. Və ya belə deyək, bacardığımız şeylər var, bacarmadığımız şeylər var. Biz əgər neonatal xəstəyə baxa biləcək peşəkarlıq səviyyəmiz yoxdursa, o uşaqdan uzaq duracağıq. Yəni deyəcək ki, mütəxəssisinə get. Ondan sonra əgər biz xəstə ilə bağlı, xəstəliklə bağlı problemimiz yoxdursa, öz işimizi görə biliriksə, bu zaman artıq valideyn bizi yorur məsələsinə gələ bilərik. Orada da dediyim kimi, artıq valideynlərlə uzun müddət ünsiyyətdə olduqca biz özümüz də artıq hansı valideyni nə deməli olduğumuzu bilirik. Bəzən valideyni özümüz saxlayırıq, deyirik. Tamam, bəsdir, artıq danışma. Mən sənə konkret nələrə diqqət edəcəksən, nələrə eləməyəcəksən. Yəni bunun direktifini veririk və valideyni o şəkildə göndəririk. Amma ünsiyyətimizi də kəsmirik ki, ola bilər ki, bəzən həqiqətən də ciddi bir vəziyyət olar. Valideyn o zaman da baş soyuqluq eləməsin. Çünki bizim xüsusən reanimasiyaya gətirilən xəstələrin bir qrupunun o vəziyyətə gəlib çıxmasının, yəni reanimasyon vəziyyətə gəlib çıxmasının səbəbi bəzən ehmalkarlıq olur. Səhlənkar. Mən də bayaq bu sualı vermək istəyirəm. Bu bəzən xəstənin itirilməyə qədər gəlir çıxır. Doktor, məsələn, ən çox nələrdə siz danışa bilmirəm, bəlkə də əlaqəsi yoxdur, amma bəzən sosial şəbəkələrdə çox görürük, uşaq əl çatan yerdə və yaxud da nəsə bir nadicilik səbəbindən, məsələn, nə bilim, hər hansı bir dərmanı atdı, bu yaxınlarda da bəlkə siz də şahid olmusunuz, nə bilim, ovuc dərman atdı və yaxud da siçovul yemi yedi və s. Bax, bu səhlənkarlıq ucbatından reanimasiya şöbəsinə düşən uşaqlar yəqin ki, kifayət qədər var. Kifayət qədər bunların içərisində dünyasını dəyişənlər də olur. Burada bir çox, yəni o xəstəliyin, o xəstəlik vəziyyətinin belə deyək də, ağırlığını müəyyən edən şey təəssüf olsun ki, bizlə əlaqəli olmur çox vaxt. O xəstənin hansı dərmandan içdiyi və nə qədər içdiyi önəmli olur. Məsələn, kolixin deyilən bir preparat var. Bunu adi, yəni aptekdən alıb içə biləcəyimiz bir dərmandır. Bunlar toksik dozda xəstəni öldürür. 24 saat, 48 saat ərzində öldürür. Və sizin orada müdaxiləniz və doğru peşəkar müdaxiləniz həyat qurtarıcı ola bilər. Amma xəstə sizin yanınıza nə qədər müddət sonra gəlir? Bax, məsələn, 24-48 saat deyirəm burada. 2 gün sonra onun ölüsü gəlib çıxacaq qarşımıza. Və ya deyək ki, məsəl üçün Eltroxin preparatı var, bu zob xəstəliklərində istifadə edilmiş Etrox preparatı. Bundan yüksək dozada deyək ki, alıb ovuc içibsə uşaq bilmədən sizin qarşınızda teratoksikoz vəziyyətində gələcək. Amma deyək ki, multivitamin siropunu götürüb içində yarısı qalıbmış, onu içib. Burada məsəl üçün deyə bilmərik ki, bu xəstə öləcək. Və ya D vitamini toksik dozda içib. Burada öləcək demirik. Yəni, amma bəlli bir ağırlaşmalar olacaq. Həyati təhlükə var. Bəli. Doktor, burada bir vergül qoyaq, çox xahiş edirəm. Misal üçün, deyək ki, hər hansı bir qida əlavəsində və yaxud da öskürək üçün olan hər hansı o şirin siroplar var. İndi uşaqların diqqətini çəkir də bir növ, ya şüşəsindənsə, ya nəsə qabındansa. Deyək ki, ilkin müdaxilədir və klinika ilə ananın, məsələn, valideynin, ailənin yaşadığı yer nisbətən biraz uzaqdır. Həmin o ilkin müdaxilə nə olmalıdır? Bol su mu içizdirməlidir? Yoxsa ishal mı yaratmalıdır ki, o tamamilə bədəndən azad olsun? Nə etməlidir ana? Bu dərman preparatlarının əgər yerində istifadə edilsə yaxşı, amma bu vəziyyətlərdə mənfi bir tərəf var, tez sorulurlar. Yəni bu bir şəkildə bəli, yəni də ki, həzm sisteminə getdisə, o həzm sistemində, yəni mədədə çox qalmır, bağırsağa keçir deyək ki, oradan dərhal sorulmağa başlayır zaten. Yəni məsəl üçün bu mədəsini yumaq termini var idi. Artıq çox sayılı sayda dərman zəhərlənməsi xaricində deyirlər ki, heç bir mənası yoxdur mədə yumağın. Yəni zond saldım, deyək ki, su verdim, geri çəkdim, su verdim, geri. Bunun məsələn artıq çox az sayda zəhərləmələrdə deyirlər ki, bunun yeri var. Bəs onda valideynin nəsil doktor? Valideynin burada funksiyası ora qədərdir əslində. Oradan sonra elə biləcək çox bir şey yoxdur. Yəni dərhal 103-ə zəng vurub təlimatları almalıdır, dərhal təcili tibbi yardımı çağırmalı. Mən
Bakı şəhəri üçün bunu bir bəhanə qəbul eləmirəm ki, biz xəstəxanaya uzaqdıq. Yəni istənilən səhiyyə müəssisəsinə kifayət qədər yaxın məsafədə yaşayır hər kəs. Yəni ən ucqar kəndləri belə götürsək. Amma regionlar üçün deyirsə, bəli, bu bir problemdir təəssüf ki. Amma valideynin funksiyası da dediyim kimi, yəni ora qədərdir. Valideyn əgər evində əqli cəhətdən və ya şuur olaraq belə deyək, anlaqlı olmayan bir uşağın əlinin çata biləcəyi yerə bir dərman preparatı və ya bir zəhərli bir kimyəvi birləşməni qoyubsa, yəni uşağın taleyi ilə oynayır orada. Bir də nə olur bəzən bu xəstə gəlir, xəstəxanada itiriləndə səhiyyə müəssisəsini günahlandırma ortaya çıxır. Bir qədər məsuliyyəti düzgün dərk etmək lazımdır. Yəni bunu ilk növbədə özüm üçün deyirəm bir valideyn olaraq. Yəni öz məsuliyyətimizi bilib üzərimizə düşəni eləsək, əslində bədbəxt hadisələrdən kifayət qədər uzaqda qalarıq. Amma doktor, sadəcə bu pəncərədən də yanaşaq ki, heç bir valideyn istəməz ki, uşağın nəsə olsun. Bunu yəni sırf məsələn mənim üçün bəlkə də asan olar bunu səhlənkarlıq adlandırmaq, amma hər şey bir saniyədə baş verir. O qədər bu halların şahidi oluruq, ona görə də maksimum diqqətli olmaq, yəni ev işləri qaçmır, gəzməyə qaçmır. Əgər bir uşağı dünyaya gətirməzdən əvvəl düşünürəm ki, psixoloji olaraq tam rahat olmaq lazımdır. Yəni bilməlisən ki, sənin həyatında müəyyən bir illər gedəcək, sən bəlkə psixoloji olaraq sıfırlanacaqsan, hər şeyi gözə alıb daha sonra uşaq dünyaya gətirmək daha yaxşıdır ki, bax sonra da bax bu müəyyən problemlərlə insanlar üzləşməsin. Çalışdığınız müəssisədə bax bu sahə üzrə hansı üstünlüklər var məsələn? Biraz da bundan danışaq. Dediyim kimi uşaq reanimasiya sahəsi hansı zəmanət veririk? Bax bunu bilmək istəyirəm. Bu bizim Azərbaycanda həkimlərlə xəstə yaxınların arasında olan məşhur dialoqdur, zəmanət məsələsi. Əvvəla təbabət elə bir sahədir ki, burada hər hansı bir zəmanətdən söhbət gedə bilməz. Yəni bir yerə asfalt çəkilib 30 il qarantiya verilib, bir il sonra oranın çökdüyünü də görə bilərik. Halbuki tamamilə fiziki qanunlara əsaslanmış bir hadisədir. İnsan orqanizmindən söhbət gedirsə, burada daha absurddur, yəni bu zəmanət məsələsini vermək. Bizim zəmanət verdiyimiz tək şey əlimizdən gələnin ən yaxşısını eləməkdir və məsuliyyətli olmaqdır. Geri qalan dediyim ki, məsələn, bayaq zəhərlənmə məsələsində görürsünüz, iki preparat arasında dağlar qədər fərq var. Yəni birinin az dozası digərinin yüksək dozasından daha toksik ola bilər, daha öldürücü ola bilər. Yəni təəssüf ki, hər şey hər zaman da bizim əlimizdə olmur. Zaten elə bir şey olsa ölüm deyilən bir şey olmazdı. Yəni həyat varsa ölüm də var. Amma bizim orada eləyə biləcəyimiz şey, yəni zəmanət verə biləcəyimiz tək şey məsuliyyətli olmağımız və üzərimizə düşən o anki görəv nədirsə onu etməkdir. Müəssisəmiz olaraq biz Məlhəm Beynəlxalq Hospitalda yanvar ayından etibarən uşaq reanimasiya şöbəsini qurmuşuq və bugünə qədər də kifayət qədər ağır xəstələri vəziyyətdən çıxartmışıq. Nə gözəl. Bunu bəzi üstünlüklərə sahib olduğumuz üçün etmişik. Yəni bizim həkimlik bacarıqlarımız və məsuliyyətimizdən ziyadə maddi texniki dəstəyimiz də gərək kifayət qədər olsun ki, müəyyən qrup xəstəliklər var ki, onları sadəcə sizin yetərli maddi və texniki dəstəyiniz varsa onları vəziyyətdən çıxarda bilərsiniz. Məsələn, bura ekstrakorporal bəzi müalicələr demək olar, plazmaferezdir, deyək ki, ECMO-dur və ya hemodializdir və ya digər şeylərdir. Yəni yerinə görə bunları təmin edə bilirsinizmi və ya təmin edə bildiyiniz xəstələri götürüb baxarkən hər hansısa bir sizin məsuliyyətsizliyinizdən bir ağırlaşma baş verirmi? Yəni nə qədər hazırsınız? Biz yəni rahat deyə bilərik ki, biz yəni ölkə çapında nəzərə alsaq, ən yaxşı 2-3 uşaq reanimasiya şöbəsindən birinə sahibik. Xəstəxanamızın rəhbərliyi də sağ olsun. Yəni şöbə qurulandan bu yana bizə kifayət qədər dəstək sağlayıb bu mövzuda. Və bunun sayəsindədir ki, biz yəni qürurla ölümcül bir neçə xəstəliyi olan xəstəni xilas etdiyimizi deyə bilərik. Doktor, xilas eləyəndə nə hiss keçirirsiniz? O insan deyir, yaşadan amillərdən bir-ikisi də məsələn onların hədəfləridir də. Yəni bir insanı yaşatmaq möhtəşəm bir hissdir. Mən ilk başlarda, yəni belə deyək də, bu 7 ilə yaxındır ki, uşaq reanimasiya şöbəsinə girib çıxıram belə deyək.
ilk başlarda ölkə xaricində çalışanda bunun həyəcanını daha çox hiss eləyirdim, amma bəlli bir yerdən sonra bu peşəyə çevrildiyi üçün siz buna iş kimi baxırsınız. O valideynlərin o sevinci filan bir yerdən sonra sizin üçün o qədər də motivasiya olmaya bilir bəzən. Amma Azərbaycana gələndən sonra vəziyyət fərqlidir mənim üçün. Yəni burada hər kəs bizim soydaşımızdır, hər kəs özümüzdəndir, canımızdan biridir. Bir körpəni xilas eləmək əslində o körpəni həyata qaytarmaq deyil, onun ailəsinə, bütün nəsil şəcərəsinə yeni bir həyat bəxş etmək kimidir. Yəni itirilən bir həyatı bəxş etmək. Bir vətəndaş qazanırıq ən azından. Bəli, əlbəttə ki. Bunun verdiyi mənəvi həzz, yəni bunun hansısa bir sözlə və bir maddiyyatla nə ifadə edə bilərik, nə qarşılığını verə bilərik. Bu tamamilə fərqli bir hissdir. Bir deməli xəstəmiz vardı. Səhv eləmirəmsə bir nevroloji bir defisitlə gəlmişdi bizə. Xəstəni faktiki olaraq itirirdik. Nəysə çox nadir rast gəlinən bir diaqnoz qoya bildik. Bu diaqnozu qoymaq da böyük bir cəsarətdir. Hətta Amerikada çalışan bir uşaq nevroloqu dostum var, bir Azərbaycanlı dostumuz. Mən ona dedi ki, mən 5 ildir burada çalışıram, bu diaqnozda bir dənə xəstə görməmişəm. Siz necə bunu tapıb diaqnoz qoymusunuz? Və biz onu müalicə elədik. Bir həftə sonra yeriyə getdi o uşaq evinə. Onun atası yox idi, dayısı gəldi bizə təşəkkürünü dedi ki, yəni bilin ki, nə vaxtsa siz hansısa bir bəladan, bir qəzadan xilas olanda bilin ki, kiminsə duası sayəsində oldu bu. Yəni, bu cümləni eşitmək böyük bir motivasiya verir bizə yaşamaq üçün. Təbii ki, reanimasiya şöbəsidir. Ən ağır xəstələr yatır, ölüm də olur. Yəni, bunlara da bir yerdə alışmaq lazımdır. O valideynlərlə də biz danışanda deyirik ki, yəni, siz elə başa düşməyin ki, siz təkcə nəsə itirdiniz. Mən də təkcə xəstəmi itirmədim. Yəni, biz o körpə dünyasını dəyişəndə bizim də içimizdən bir şeylər qopur. Təbii ki. Bu təkcə peşə ilə əlaqəli bir şey deyil. Yəni, nəticə olaraq bu ölkənin, yəni yaşadığımız ölkənin vətəndaşlarına faydamızın dəyməyi yəni tərifi mümkün olmayan bir duyğudur əslində. Tam razıyam sizdən. Həqiqətən də doktor, çox sağ olun ki, bugün gəldiniz. Təşəkkür edirəm sizə. Çox maraqlı və duyğusal bir söhbətimiz keçdi sizin sayənizdə. Dəyərli dinləyicilər, bir daha xatırladım ki, siz 90.7 FM-də, Yurd FM-də Şəfa Yurdunu dinlədiniz. Bugünkü qonağım uşaq reanimasiya həkimi Müşfiq Ramazanov idi. Hər həftənin 2-ci və 4-cü günləri bizi dinləməyi unutmayın. Hələlik.